Xanım çox gözəl sual verib. Genetik problemlər ilk həftələrdə inkişafdan qalmaq səbəb olur, yoxsa son aylarda? Əlbəttə ki, ən çox hamilənin ilk həftələrində inkişafdan qalmaların səbəbi 70-80% hallarda genetik problemlərdir. Son aylarda isə baş vermir. Niyə? Çünki biz hamiləlik artıq getdikcə, yəni böyüdükcə 12-13 həftələrində, 18-19 həftələrində, 24 həftəsində skriningimizi aparırıq, prenatal skriningimizi aparırıq, detallı Doppler müayinəmizi aparırıq. Əgər bizim nəyəsə şübhəmiz olarsa, hər hansı bir genetik problemə şübhəmiz olarsa, mütləq surətdə amniyosintezə başvururuq. Yəni biz genetik problemi hamiləliyin sonuna saxlamırıq. Sonunda yox, ona görə də ən çox hamiləliyin ilk həftələrində baş verir. Yəni bu genetik problemlərlə bağlı olan düşüklər belə. Sağ olun, sağ olun.